Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan saatındayıq və bugün dövlət çevrilişini müzakirə edəcəyik və üçlükdə mən, Fuad Qəhrəmanlı və Natiq Adilovla birlikdə İlham Əliyevin dövlətini necə çevirmək olar məsələlərini müzakirə edəcəyik. Dəyərli bəylər, xoş gördük hər birinizi. Hoş gördük. Salamlayıram. O çevrilişdə ittiham olunanlardan ikisi burada, birbaşa. Mən də çevrilişdə ittiham. Natiq olacaq, inşallah o da olar. Əslində bu... Məni özdə qoşun. Kəlmət bəy, mən Fuad bəyi eşidə bilmirəm. Siz eşidə bilirsiniz? Mən eşidə bilirəm, hə. Heç eşitmirsən? Heç eşitmirəm. Maraqlıdır. Hər halda davam eləyək, irəlidə yəqin ki... Onda xahiş edirəm, Fuad bəy mənə replik atmasın. Yox, heç bir replika falan yoxdur. Mən dilmancılıq eləyərəm, inanmıram ki, elə bir problem yaransın. Baxın, bu diktaturaların, dəyərli izləyicilər, sevimli xüsusiyyətlərindən biri budur ki, onlar vaxtaşırı mütləq dövlət çevrilişi şoularını nümayiş etdirməlidirlər. Və min dərənin suyunu bir yerə qatıb, bir xeyli adamı da bu ssenarinin içine alıb, güya kimlərsə devləti çevirirmiş kimi saxta, gülünc neylər yaradırlar, gündəmlər yaradırlar. İndi açığı bu gündəmin yaradılması mən hesab edirəm ki, yalnız Əli Kərimlinin həbsi ilə bağlı deyil, Əli Kərimliyə qarşı əlavə ittihamlar və yaxud irəli sürülmüş ittihamların tündləşdirilməsi məqsədi daşıyır əlbəttə, amma ilk yerdə bir mənalı şəkildə əminəm ki, Mehman Hüseynovun yaratdığı gündəmi arxa plana keçirmək niyyətindədir. Bunu bacaracaqlarmı, bacarmayacaqlarmı? Hesabları da yalnız və əsasən onun üzərindədir ki, bunlar bu iftiraları ortalığa atacaqlar. Biz də bütün diqqətimizi verəcəyik ki, bunları təkzib eləyək və güya gündəmi birlikdə dəyişək. Biz buna şans verməyəcəyik. Baxmayaraq ki, izahatlarımız da olacaq. Orada mən o iftiraların mənimlə bağlı hissəsinə həm dünən açıqlama gətirmişəm. Mən də məndən başqa dünən bir xeyli online portallarda, platformalarda o məsələ müzakirə olundu. Məsələn, təkcə Qəzetçi adlı portal ki var, xaricdə olan bizim hörmətli jurnalistlərin yaratdığı portaldır. Onlar inspeksiyadan keçiriblər o səs yazısını və deyirlər ki, 58 saniyədə mənim səsim kimi verilən o hissədə 10 qırıqlıq var. Yəni 10 parçadan ibarətdir. 10 montaj var. Bəli, 10 montaj vaxtı var. Başqalarında da əlbəttə bu cür fırıldaqlar falanlar var. Başqalarıyla daha doğrusu bağlı. Amma ən çox müzakirə olunan məsələlərdən biri də Fuad Qəhrəmanlının pul alması söhbətidir. Fuad bəy pul alması və bir də orada Fuad bəyin danışığı var deyəsən, dövlət çevrilişi cəhdini güya hansısa şəkildə doğrulayan ifadələri var. Öncə əlbəttə Fuad bəy bu məsələyə aydınlıq gətirsin, sonra bütün bunların şərhini davam edəcəyik. Buyurun Fuad bəy. Kəlmət bəy, əvvəla mən gördüm ki, doğrudan da biz ötən illər ərzində bizim bütün fəaliyyətlərimiz boşuna getməyib. Yəni, bütövlükdə media cəmiyyətinin, müxalifətin nəyə görə? Çünki cəmiyyətimiz artıq kifayət qədər siyasi baxımdan yetkinləşib və siz qeyd elədiyiniz kimi Mehman Hüseynovla İlham Əliyev arasında yaranmış o vəziyyətdən diqqəti yayındırmaq cəhdi alınmır. Yəni, hakimiyyətin bu mərhələdə özü üçün düşünüb daşındığı, partlatdığı bomba o effekti vermədi və əks effekt görsəndi ki, cəmiyyət bütövlükdə bir tərəfdən öz sevimli mövzusunu tartışmaqda davam edir, müzakirə edir. Mehman o biri tərəfdən o kinoları istehsal etməkdə davam edir. Bu bir tərəfdən də cəmiyyət bu cür belə pis çəkilmiş, pis hazırlanmış təbliğat materiallarına, diqqəti yandırma materiallarına öz inamsızlığını, açıq-açıq etirazını ifadə elədi. Hətta biri mənə yazmışdı, rəylərdə yazmışdı, onu istəyirəm o rəyi xatırladım ki, yazmışdı ki, Fuadı çəkdiyiniz kimi bu Abşeron rayonunda və ya hansı rayonda qayda o texniki baxış yerində alınan pulları da geri çəkə bilərsinizmi? Yəni, insanlar bu cür ironik reaksiyalar verirlər. Mən bəzi məsələləri indi bir çox kanallarda danışmışıq, müzakirələr aparmışıq və indi də sizin kanalın tamaşaçıları ilə bölüşmək istəyirəm. Nədən gedir söhbət? Kəlmət bəy, biz Azərbaycanda
elə bir şəraitdə siyasətlə məşğuluq ki, bizim işləməyimiz, hər hansı peşə fəaliyyəti ilə məşğul olmağımız, xüsusilə üzdə olan, bu rejimə qarşı fəal mübarizə mövqeyində olan insanların hər hansı bir müəssisədə çalışması və yaxud da bizneslə məşğul olması mümkün deyil. Yəni, belə şeyləri axtarırlar. Hətta olarsa dərhal hər hansısa bir problemlər yaratmağa çalışırlar, bu bəllidir. Və ona görə də biz adətən öz fəaliyyətimizi necə maliyyələşdirmişik? Dost, tanışın, bizə rəğbəti olan insanların yardımı, dəstəyi hesabına. Və ümumiyyətlə siyasət insanların xalqın sponsorluğu üzərində yürüyən bir fəaliyyət sahəsi. Biz görürük ki, məsələn, normal demokratik ölkələrdə nələr olur? Adamlar iyanələr verirlər, pul verirlər, seçki kampaniyalarını maliyyələşdirirlər, hər hansı bir siyasi kampaniyanı dəstəkləyirlər. Bizim ölkədə isə diktatura qurulduğuna görə, sərt avtoritarizm olduğuna görə, kimsə müxalifətə pul verərsə, müxalifətçiyə yardım edərsə, onu həmən məhv eləyərlər. Biz xatırlayaq Salih Rüstəmli məsələsini, siyasi məhbuslara pul göndərdiyi üçün adamı gətirdilər, şəhərlərdə həbsə atdılar və hansı oyunları çıxartmadılar. Ona görə də belə məsələlər adətən kimsə öz rəğbətini ifadə etsə, aparılan mübarizəni dəstəkləmək üçün hansısa maddi yardım göstərirsə, bu şəxslərin arasında gizli qalır, konfidensial qalır adətən. Və mənə də, təbii ki, mən müxalifətin önündə olan şəxslərdən biri kimi çox sayda olub ki, hansısa iş adamları çıxıblar, söhbətlərimiz olur, bir məclisdə olmuşuq və yaxud da hansısa postlərdə görüşmüşük və onlar da bizə hər hansı bir yardım edəndə bunu necə ifadə edir? Biz heç kimin qabağını öhdəlik götürməmişik ki, buna görə yolumuzda... Qənimət bəy, üzr istəyirəm. Fuad danışa-danışa bir anlıq qulaqcığı çıxardın. Görün, mən siz qulaqcığı çıxardanda eşidə bilirəmmi? Mən çıxardım mı? Bəli, bəli. Kompüterdən aralaşdırın, Fuad bəy davam eləsin. Çıxartdım, onda deyəsən, heç mən özüm eşitmirəm. Fuad bəy danışsın. Eşidə bilirsiniz? Yenə də eşitmirəm, ona görə davam eləyin. Onu Qənimət bəy. Bəy, aləmi qarışdırdım deyib. Çox pis oldu, yaxşı söhbət edirdim, gələ eşitəlim. Hə. Qənimət bəy, siz davam eləyin, Qənimət bəy, mən yenə də eşitmirəm, amma... Davam eləyirəm, davam eləyirəm. Fuad bəy, siz danışın. Qənimət bəyin görüntüsü çıxdı. Danışın, mənim səsim gəlir, indi səs gəlir hər halda, indi görüntünü də bərpa edəcəm. Bizə kimsə yardım edəndə bunu bizim öz yolumuza, xəyanətə görə, prinsiplərimizdən vaxt keçməyimizə, tutduğumuz mövqedə susmağımıza görə eləmir ki, bunu bizim mübarizəyə yardım məqsədi ilə edir ki, siz mübarizə aparsınız, biz bu ölkədəki hərsməzlikdən, korrupsiyadan, hüququn tapdanmasından bezmişik, ancaq bizim işimiz, gücümüz var, səsimizi çıxara bilmirik. Sizlər sağ olun ki, bu yoldasınız, fəaliyyət göstərsiniz. Biz də özümüzə mənəvi öhdəlik bilirik ki, hansısa formada sizə öz dəstəyimizi ifadə edirik. Çox deyil belə insanların sayı, ancaq var ki, haradasa az da olsa insanlar var ki, hansısa formada bizə çıxırlar və bu cür öz yardımları təşkil edirlər. Və bizim qəbul elədiyimiz yardımlar müqabilində bizim daha çox bu rejimə qarşı mübarizə aparmaq imkanımız olur, daha vaxtımızı bu işlərə müxalifət fəaliyyətinə sərf etmək imkanımız olur. Ona görə də mənə indi hansısa iş adamı, Qənimət bəy, bu təqribən 2007-2010-cu illərin arasında olan bir çəkilişdir. 2007-2010-cu illərin bir çəkilişdir ki, Fuad Qəhrəmanlıya kimsə pul verir. O vaxt bunu kimsə veribdir. Yəni ondan sonra onlarla bəlkə də adamlar mənə hansısa formada kimsə dəstək edibdir. İndi bunların nə bilim ki, hansını harda çəkiblər, hansını harda güdüklər, lenti alıblar. İndi sabah bir çıxardacaqlar ki, Fuad pul aldı. Pul aldı, korrupsiya, rüşvət almamışam ki. Vəzifədən istifadə edib rüşvət almamışam. O pulu alandan sonra dilim güdək olmayıbdır, gödək olmayıbdır. Özü də orada görünür ki, Fuad Qəhrəmanlının xeyli gənc zamanlarıdır. Yəni indiki... 2007, bəlkə də 2006. Mən biraz rəqəmləri yadda saxlamaqda çətinlik çəkirəm. Yəni çox əvvəllərdə üstündən 18 il, 19 il keçib hadisəni. Mən onu tamamilə unutmuşdum, Qənimət bəy. Oturub fikirləşmişəm ki, bu nə vaxtdır, kim ola bilər, hansı ola bilər? Təsəvvür edirsiniz, 18 il bundan qabaq olan məsələdir. Başqa 20 ilə yaxın bir məsələ. Bəy, o məkan da yadınızda deyil ki, məkanlar. 18 il, o qədər məkanlarda görüşmüşəm ondan sonra, o qədər restoranlara dəvət olmuşam, ofislərə dəvət olmuşam. Sadəcə xatırladığım budur ki, həmin dəvət necə olmuşdur? Bir tanışım vasitəsilə mənə çıxmışdılar ki, bir nəfər sizə rəğbəti olan şəxs sizdən görüşmək istəyir, özü Naxçıvanla. Mən də getdim, görüşdük, bir ofisdə görüşdük və adam bildirdi ki, onun bizə rəğbəti var. Həsən Kərimov bizim mərhum icra başçısı, Elçi bəy hakimiyyət dövründə icra hakimiyyətinin başçısı işləyib, Səbail rayon icra başçısı işləyib. Və onun dönəmində 5000 obyektə gəldi. Həmin Həsən Kərimov
Əhmədlidə 9 mərtəbəli binanın 2 otaqlı evdə yaşadı ömrünün sonuna qədər. Evet. Həsən bəy də ürək xəstəliklərindən bağlı yayılmışdı məlumatlar ki, o vəziyyəti yaxşı deyil. Ara sıra gedirdi, Türkiyədə müayinə olunurdu. Adam dedi ki, bəs mənim onun dövründə xeyli obyekt özəlləşdirmişəm, kimsə məndən pul almayıb, yaxşı pullar qazanmışam. İndi eşitmişəm o kişi xəstədir, mən istəyirəm ona bir yardım edeyim də. Mənə çıxartdı paketdə pul verir ki, bunu Həsən bəyə çatdırasın. Mən onu heç açmadan, çünki ağzı bağlı idi paketin. Apardım Həsən bəyə verdim ki, Həsən bəy, bir filankə sizə bunu göndərdi. Dedi ki, yəni heç adıma dedi, ehtiyac yoxdur. Əsas o ki, o kişiyə mənim rəğbətim vardı. Dürüst işləyibdi, təmiz işləyibdi. Sonra ara sıra yenə adam məni dəvət elədi. Getdik, oturduk, ölkədən danışdıq. Mən nədən danışacağım? Siyasətdən danışacağım da təbii ki. Adam mənim dilimdən ölkədəki durumun dəyərləndirilməsini eşitmək istəyirdi. Duranda da olub ki, bir dəfə məsələn 500 manat, bir dəfə 600 manat. İndi yadımdan deyil. Deyim 18-19 illik bundan öncədir. Hansı yəni gündəlik belə dedi, bir neçə günlük xərcə yetəcək və ya da ehtiyacı, yəni dolanışığa bəs edəcək hansısa bir müddət içində, yəni heç bir ay bəlkə də tam yetməyəcək, vəsaitdən gedir söhbət. Və bunu indi çəkiblər. Bunu əgər burada bir kriminal məsələ olmuş olsaydı Qənimət bəy, mən ondan sonra 3 dəfə həbsdə yatmışam. 3 dəfə həbsdə yatmışam. 4 dəfə mənim üzərimdə ümumiyyətlə cinayət işi qaldırıldı. Yaxşı, bunu mənim qabağıma qoyarlar ki, sən dövlət çevrilişinin üçün maliyyə almışsan da, düzdürmü? Yəni burada kriminal bir şey olsaydı, niyə bunu indi publik ictimailəşdirirlər? Elə bunu mənə ittiham irəli sürərdilər də. Mən əllərində idim, həbs eləyərlər, ya bayaq da ona görə həbs eləyərlər. Bunu mənə ittiham kimi irəli sürərdilər ki, sən dövlət çevrilişi üçün maliyyə almışsan. İkinci bir tərəfdən Qənimət bəy, hansı başı boş, hansı kəmağı inanar ki, 500-600 manat sənə pul verirlər, bu pulla sən gəlib dövlət çevrilişi eləyəsən. Dövlət çevrilişini eləmək üçün Ramiz Mehdiyevin İlham Əliyevin yanında prezident aparatında Aşorka ilə astığı, o seçdən aldığı pullar ki vardı, çamadanlarla pullar. O cür çamadanlarla pullar alınmalı. O pulda ən böyük həcmi kimdədir? İlham Əliyevdə. Çünki Ramiz Mehdiyev o çamadan pulları daşıyıb ona verib, özü üçün müəyyən özü üçün yığıb. Və ona görə də güya ki, mənim aldığım o 500-600 manatla cibimə qoyduğum o pulu da cibimə qoyuram da. Yəni bunu mən çantaya qoymuram ki, deyirsə ki, yerləşmədi. Alıb şalvarın cibinə və ya da öz cibimə qoyuram və buradan güya ki, çevriliş var. Çevriliş qorxusu varsa, siz bunu indiyə qədər niyə saxlayırdınız? Gözləyirdiniz ki, niyə saxlayırdınız? Gözləyirdiniz ki, mən daha çox pullar alım, daha çox yaxşı çevriliş edəcəm. Bunu o zaman eləyərdiniz. Üzr istəyirəm Fuad bəy, Natiq bəy ilə söhbətə daxil eləyək. Bir siyasətçinin... Mən yekunlaşdırım bunu istəyirəm. Çox yadımdan çıxacaq çünki. Nəyə deməkdir? İlham Əliyevin o zaman o video çəkiliş gedib İlham Əliyevin qabağına da, düzdürmü? Onun qarşısına gedib ki, İlham Əliyev necə olur ki, Ramiz Mehdiyev, bunu da deyirlər ki, Ramiz Mehdiyev verib də Fuada da, onun adamı deyildi. Necə olur ki, onda Ramiz Mehdiyevi hakimiyyətdə saxlayıbdı və Ramiz Mehdiyev bunun əleyhinə müxalifətə pul verir. Bu da Ramiz Mehdiyevi saxlayır hakimiyyətdə və bir neçə seçkində saxtalaşdırıb İlham Əliyevi prezident elan edir. Onda Ramiz Mehdiyevin tədbirini görər ki, sən mənə xəyanət edirsən. Niyə onda tədbirini görmədi? Bu baxımdan irəli sürülən iddialar, aparılan təbliğat içi boş sabun köpüğündən başqa bir şey deyil. Natiq bəy, bir siyasətlə məşğul olan bir adamın, bir funksiyonerin hansısa bir vətəndaşdan pul alması kriminaldırmı? Bunu müzakirə edirik. Bilmirəm, Fuad bəyin səsi açıldı sizin üçün, yoxsa yox? Yox, çox təəssüf ki. Amma yəqin Fuad bəyin o açıqlamasını həmin pulla bağlı Facebook'dan oxumusan da, elə deyil. Əlbəttə. Orada nəsə bir kriminal elementi varmı? Və kriminal elementi o deyilmi ki, əslində o çəkilib nə vaxtsa? Əlbəttə ki, bu gizli çəkilişdir, insanların həyatına müdaxilədir. Amma Azərbaycan hakimiyyəti bu mövzuda o qədər irəli gedib dırnaq arası, o qədər şirin şorum çıxardıb ki, Fuadın o görüntüsü mövzusu ilə bağlı hökuməti biz tənqid eləyəndə cəmaət bizi başa düşməyəcək. Halbuki bu ağır bir cinayətdir, insanların həyatına, şəxsi həyatına müdaxilə olunur. Amma biz hansı hakimiyyətdən danışırıq ki, gəlib adamın evinə, öz ailəsinin içərisinə xəbərsiz kamera quraşdırır və bunu sonra şantaj material. Yeri gəlmişkən Mehman bəyin bütün bu müharibəsi də elə onun üstündə də. Ondan hələ də görkə almayıblar ki, belə şey eləyəndə adamın qabağına nəyə çıxardırlar. Qənimət bəy, ümumiyyətlə bilmirəm Fuad bəy nələri danışdı. Mən nəyisə təkrar eləsəm məni kəsin. Məsələn, Azərbaycanda dövlət çevrilişi söhbəti gedir. Biz bu dövlət nədir, bu mövzuya qayıtmalıyıq. Çünki kimdən soruşsam, yəni başa deyəcək ki, dövlət nədir, nə deyil. Amma mənim böyük şübhəm var ki, əhalidə
bunlar dövlətin yanlış təəssüratını yaradıblar. Hamı çoxluq belə başa düşür ki, dövlət ancaq əzib, yıxan, tutan, asan belə bir təəssürat. Dövlətlə bağlı bir neçə nəzəriyyə var və onların bütün o nəzəriyyələri birləşdirən bir əsas cəhət ondan ibarət ki, dövlət sadə şəkildə desək, insanların canına və malına təhlükəsizlik qarantisi verən, onun inkişafına şərait yaradan bir təsisat. Və burada can deyiləndə qabaq lap qədimlərdə bizim ölüm, qalım məsələmiz nəzərdə tutulursa, amma sonradan mütəfəkkirlər bunu gətirdi ki, insanın elmi, bədii, yaradıcılığı da can sayılır. Yəni bizim bəstələdiyimiz musiqiyə, yazdığımız hansı yazıya da qarantini dövlət verməlidir. Dövlətin əsas funksiyaları bunlardır. Fikir verin, indi bu iki təməli Azərbaycan hakimiyyəti necə sıradan çıxarılıb? Bizim nə fiziki can təhlükəsizliyimiz yoxdur. Polisdə neçə insanlar öldürülür, həbsxanada öldürülür. Ümumiyyətlə, həyat şəraitin elə səviyyəyə gətirib çatdırıblar ki, insanlar onların fiziki potensialı ki var, 80 il yaşasın, 90 il yaşasın, o qəzalardan xaric. Onu yaşaya bilmir. Pensiya yaşına Azərbaycan insanlarının, kişilərinin böyük əksəriyyəti, qadınlarının da bir xeylisi çata bilmir. Yəni, sağlamlıq şəraiti, əhalinin əyada qalma imkanları aradan qaldırılıb. O biri tərəfdən də bizim o mənəvi sahəmizə dövlətin müdaxiləsi olur, təhlükəsizliyimiz hər tərəfdən pozulur. Bura mən daxil edirəm şəxsi yazışmalarımız, şəxsi həyatımız, görüşlərimiz, üstəlik də ki, məsələn, özünü ifadə, öz fikirlərimizi ifadə eləmə imkanımızın olmaması onu göstərir ki, klassik mənada da, müasir mənada da Azərbaycanda dövlət sistemi çökür, dövlət aparatı yoxdur. Onun karkazları qalıb. Düşmənlərin ürəyin partlatmaqdan ötürü, özümüzə təsəlli verməkdən ötürü deyirik ki, dövlətimiz var. Dünyanın ən böyük bayrağını uzatmışıq orada, amma o bayrağın ideyaları həyata keçirilmirsə, hətta bayrağı qaldıran bizim babalarımıza bu ölkənin başçısı düşmən deyir, xəyanətkar deyir, satqın deyirsə və onların adları heç bir yerdə hallanmırsa, bu aydın mənzərədir ki, Azərbaycanda dövlət məsələsi yoxdur. Sizin sualınıza qayıtmaq istəyirəm ki, dünyanın hər yerində siyasətçilərin iyanələr qəbul eləməsi normaldır. Burada sual yarana bilər ki, məsələn, bəs niyə şəffaf şəkildə deyil? Azərbaycanda nəyim imkan yaradıblar ki, insanlar şəffaf şəkildə bəyan edilən formada gətirib siyasətçilərə hansısa yardım etsinlər. İkinci bir tərəfdən çox təəssüf edirəm buna ki, mən özüm də bu işlə bağlı kampaniyalarda aparmışam. İstər Milli Şuranın seçkisi vaxtı, istər ayrı-ayrı siyasi məhbuslarla bağlı. O iyanə sistemi bizdə hələ ki formalaşmayıb. İnstitut olaraq formalaşmayıb. Nə rəsmi tərəfi, nə qeyri-rəsmi tərəfi. Rəsmi tərəfi hökumətin yırtıcı mahiyyətindən irəli gəlir. Hökumət müxalifətlə yaxınlığı, müxalifətçi olmağı, prinsipial müxalifətçi olmağı, düşmənçilik kimi qəbul edir. İndi düşünün ki, pul məsələsi bunları necə qıcıqlandıra bilər. Məsələn, indi bir vətəndaş çıxıb bəyan edə bilər ki, mən filan partiya və yaxud da filan siyasətçinin seçki kampaniyasına, reklamlarına, nə bilim, müəyyən bir xərclərinə iyanə edirəm. Onun səhəri gün canını alarlar. Düzdürmü? Yəni, bu hökumətin mahiyyətindən irəlir. Burada heç bir qəbahətli bir şey yoxdur və Azərbaycanda da yenə deyirəm, kaşı olardı. Yoxdur. Yəni, çox dar bir çevrə, çox siyasətə çox alidə olan adamlar, şəxsi dostlar, tanışlar vasitəsilə bu olur və burada da heç Azərbaycan qanunvericiliyinə görə də heç bir kriminal falan yoxdur. İndi Fuad bəy bilmirəm, özü demədi. Hələ bilinmir ki, o pul kimdən gəlib, necə gəlib, göstərməlidirlər onu, nə qədər məbləğ var. Orada maraqlıdır ki, pulu verən adamı göstərmirlər. Günün müxtəlif vaxtlarında Qənimət bəy, Azərbaycanlılar kimdənsə pul alır, kiməsə borc verir, kimdənsə borc alır, nəsə alır, nəsə satır, bu pul müadiləsi edilir. Burada nə var ki? Burada Yəni normalda o pulu verən adam Ramiz Mehdiyevin adamıdırsa və dövlət çevrilişi etmək məqsədi ilə Ramiz Mehdiyevin göndərdiyi pulu verirsə, normalda yəni, o da həmin bu dövlət çevrilişi ittihamının təsiri altına düşən adamdır. Amma onu gizlədirlər.
O yoxdur. Fuad Qəhrəmanlı göstərirlər. Fuad pul aldı qeybdən. Hansısa mələk gətirdi, Fuad Qəhrəmanlıya pul verdi. Şər mələk əlbəttə ki, get İlham Əliyevin dövlətini çevir. Yeri gəlmişim 500-600 manatla. Biraz daha aşağı məbləğlə də İlham Əliyevin hökumətini çevirmək olar. Ümumiyyətlə Qənimət bəy, mənə elə gəlir ki, bu Əliyev hakimiyyətinin bir neçə siyasi məqsədi var. Fuadla bağlı deyəsən bunların əsas məqsədlərindən biri budur ki, bunun pasportuna yazılsın ki, dövlət çevrilişinə cəhd üzrə mütəxəssis. Çünki bunu Fuad Qəhrəmanlı Azərbaycan ictimaiyyətinə təqdimatı 98-ci ildə alınıb. O vaxtda indi dövlətə xəyanət maddəsi verirlər. İndi maddələr dəyişə bilər. O vaxt elə belə mahiyyət bu idi ki, dövlət çevrilişi sabotaj haqqında bir proqram yazır. Doğrudan 97 idi, 98 idi. 98-ci ildə prezident 98-ci ildə onlara deməli dövlət ondan sonra Talib Ağzadə ilə dövlət həmin maddələr, eyni maddələr. İctimai palata çərçivəsində dövləti çevirmək. Hamısında bu məsələlər gəlir. Ümid edirəm ki, bu Əli Kərimli məsələsində də bu maddələr sonradan ən azı dəyişdiriləcək və yaxud da yaddan çıxılacaq. Hökumət həmişə müxalifətçilərin üstünə gələndə böyük təmtəraqlı maddələrlə gəlir. Sonra onu daşımaq çox çətindir. Bax, elə siz izahat verdiniz bu, niyə görə indi çıxdı bu məsələ, serial şəklində bir film ortaya qoydular. Mehman məsələsini mən inkar eləmirəm. Yəni, bu Alyona xanımın dilə-dişə düşməsi ciddi məsələdir. Hökumət də yəqin narahat edir. Çünki mövzuda biraz şıltaq mövzu, bütün bu intriqa mövzusu, mətbəx mövzusu, sarı mətbuat elementləri ilə olan mövzu cəmiyyətin diqqətini çox çəkir və bu balaca seriallarla, MT-nin bu filmləri ilə, bəyanatları ilə Qənimət bəy onu aradan qaldırmaq mümkündür. Bu əsrlərə qədər gedəcək söhbətdir. Kitablara düşəcək qədər uzanacaq bir məsələdir. Amma mən düşünürəm ki, Qənimət bəy, mən iflimdə də dedim, bu təqdimatın, yeni bərri bəzəkli təqdimatın indi ortaya çıxmasına səbəb hökumətin dünyanın aparıcı institutları, fikir mərkəzləri, səfirliklər, beynəlxalq təşkilatlara vaxt tutmaq cəhdidir. Nəyə nəzərdə tuturam? Əli bəyin ilk həbsinin ilk anlarında mənə belə bir informasiya gəldi ki, diplomatik korpus, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən izahat istəyirlər ki, arayış verin ki, bu həbs nə məsələdir. Onlar da deyiblər ki, bizim faktlarımız var, dəlillərimiz var. Əlbəttə ki, onu soruşan adamlar ilk andan bilirlər ki, Kərimli günahsızdır. Amma həm diplomatiyanın, həm siyasətin qaydaları küçə qaydalarından, məişət söhbətlərindən fərqlənir də. Yəni, biz o küçə söhbəti eləsək, küçədə eləsək bu söhbəti, formal olmayan bir mühitdə eləsək, hökumət desək ki, izahat verəcəm, deyirsən ki, nə izahatı, giz-giz danışma. Yalan danışırsan, şərləyirsən. Amma indi diplomatiyanın, siyasətin qaydası budur. Deyir, dəlillər var, xahiş edirik, onları göndərin və yaxud da bizə təqdim edin. Bunlar 1-2 ay müddət vaxt tutdular. Fikir verdinizsə, bu müddətdə də dünya mətbuatı, qərb mətbuatı, aparıcı mətbuat indiki qədər, Əli bəyə ikinci həbs qəti imkan tədbiri seçilən qədər intensiv olmadı. Bu 2 ay müddətində onlar dişə dəyəcək heç bir şey vermədilər. Ona görə də artıq qərb mətbuatı bu məsələnin üzərinə daha ciddi şəkildə getdi, daha intensiv şəkildə getdi və bu yenə də davam eləyəcək və biz burada hökumətin necə çətin bir vəziyyətə düşdüyünü görürük də. Azərbaycan hakimiyyəti Əli Kərimli Rusiyanın adamı kimi ittiham edib. Rusiyanın tam əks qütbündə duran qərb mətbuatı Əli Kərimlinin repressiyaya uğradığını yazır. Qayıdıram ora ki, bu 4 aylıq müddətin uzadılması bu filmlə ona görə müşahidə oldu ki, burada indi yeni müəyyən epizodlar əlavə elədilər. Heç birinin əsası yoxdur, amma daha bir 4 ay bunlar vaxt tutub Əli Kərimlini içəridə saxlamaq istəyirlər. Bu mənim əlavə bir argumentimdir ki, hökumət özü, hakimiyyət özü çox çətin vəziyyətdədir. Azərbaycan ictimaiyyətinin belə bərri bəzəkli, biraz da şou elementli videolarla 2 gün, 3 gün allatmaq olar. Amma bunun hüquq tərəfi var, beynəlxalq təşkilatları var, ağıllı insanlar var, dərrakərlər var. Yəni bu videolar mən arzulayıram ki, lap çox olsun. Çünki özlərin hər videoda daha dərindən ifşa edirlər.
Azərbaycan insanlarında beynində şübhə olan Əli Kərimlə bağlı insanlara da bir material verirlər ki, qardaş, baxırsan burada, hə, bər, bəzək, qara fon, dramatik musiqi, effektlər, amma nəticə heç nə. O məşhur Rus komediyasında necə idi? O imtahandan qiymət almaq üçün fırıldaqçı qulağın bağlayır, ora bir şey qoyur, aparat qoyur imtahandan yayınmaq üçün və müəllim onu aşkarlayır, deyir ki, texniki bacarığın üçün 5, amma imtahana hazırlığın üçün 2 alırsan. İndi MT-nin hazırladığı bu video, Allah tərəfi desək, texniki baxımdan maraqlı idi. Əvvəlkilərdən fərqlənirdi. Şou elementləri, videoların keçidi, montajlar falanlar, amma məzmun 2, 0. Təbii. Amma indi Fuad bəy, mən bu pul məsələsinə hələ qayıdacağam, amma o ifadə ilə bağlı da, bu səhv eləmirəmsə 2020-ci ildəki aksiyalarla bağlı, aksiya ilə bağlı da, məlum aksiyanın ətrafında olan məsələ idi. Onunla bağlı da bizim izləyicilərimizə lütfən bir şeyləri deyin. Kənan bəy, əvvəla onu bildirdim ki, o aksiya olarkən mən xəstə idim və evdədim. Ümumiyyətlə aksiyaya getməmişəm. Və mənə zəng edən dəfəçilərə də demişəm ki... Diqqət eləyin, dəyərli izləyicilər, Fuad Qəhrəmanlı həmin aksiyada ümumiyyətlə olmuyor. Buyurun. Və mənə də zəng edən dəfəçilər olub ki, bəy, biz gedək ora, yox, demişəm ki, qarışmayaq, çünki hökumətin orada təxribatı ola bilər və sonra bizi buna görə məsul tuta bilər. Yəni, bu telefon danışığı ilə olub, özə WhatsApp yox, telefon danışığı ilə olub. Yəni, mənə telefonla zəng ediblər. Çünki ayda mən WhatsApp-la aparam danışıqlar. Ancaq mənə telefonla zəng edib soruşublar və istintaq da bunu, mənim telefon danışıqlarının orada gətirilməsi ilə bağlı vəsadət qaldırdı. O təmin olunmadı ki, axı gəlsin, baxılsın da məhkəmə prosesində. Əgər araşdırmaq istəmirsə, mənə gəlin telefon zənglərini həmin şahid. Sonra biz tələb elədik, o şahidlər gəldi, orada ifadə verdi ki, məhkəmədə. Biz Fuad bəyə zəng elədik, dedi ki, ora getməyin. Ancaq bundan belə bunlar öz bildiklərini elədi və mənə təşkilatçı vermişlər ki, aşağı müddətdə 14 ildən başlayıb ilk vaxtlar. Ki, yəni orada diyor, mən yığmışam cəmaatı, mən təşkil edirəm ki, məndən Məmməd İbrahiməm. Və Qənimət bəy, bu məsələ necə oldu? Mən ilk həbs olundan sonra apardıldım Bandottelə və burada 2 gün ağır işgəncə mənim qaldım. Çox ağır işgəncə. Yəni, mən bəzi epizodları sizə təsvir edeyim. O polium üçün olan əski qoyulan vedrə ki var ya orada. Deməli, özə bu təzə qayda deyil, o fırlananlar, biri var fırlananları, bir də var köhnə dədə-baba qaydasında əskini salırlarsa, ağacına bağlayıb silirlər. Və elə bir qara vedrənin içərisinə pol əskisini çıxartdılar, atdılar kənara. Başımı soxurdular onun içinə, o suyun içinə. Boğulurdum, gördüm ürəyimdən çıxardırdılar ki, ifadəni verəsin. Mənim başıma o qədər zülmlər gətirir. 4-5 nəfər yıxıb yerəm, çəlimsiz adamım da, mən xüsusi təyinatlı deyiləm, Rembo deyiləm də. Məni vəhşicəsinə döyürlər. Təpi ilə, dubinka ilə boğurdular. Və bu başıma vurulan zərbədən sonra özümdən getdim. Yəni, mən artıq bayılma vəziyyətdən düşüb, 2-ci gün oldu. Bu 2-ci gün oldu. Və sonra həmin o vedrədəki suda bir də gördüm, üzümə su çiləndi və atıldı üstümə. İçindim və başladım tədricən ayılmağa. Ayılanda gözüm torlu görürdü və ilk vaxtda. Gördüm bir nəfər yaxınlaşdı, əlində iynə ilə. İri düşdədir. Soruşdum, sən kimsən? Biraz da zarıltı ilə. Dedi ki, mən həkiməm, indi sənə iynə vuracam, ağlım başına gələcək. Qənimət bəy, bu mənə iynə vurandan sonra hiss elədim ki, həm biraz ağrılarıma təsir elədi, həm də başım başladı dumanlanmağa. Çox qatı bir şəkildə, bir harcı 10 dəqiqə keçdi, 15 dəqiqə keçdi, dəqiq bilə biləm. Çünki çox dəhşətli bir vəziyyət. Və sonra mənə deyirlər ki, bəs sən tələb olunu ifadəni verməlisən. Təbii ki, mən yenə imtina edəndən sonra mənə deyirlər ki, mən qənaətə gəldim ki, bugünkü statusda onu yazmışam ki, bunlar gördülər ki, artıq mən bunların əlində öləcəm, işgəncənin istədiklərini ala bilmir. Çünki artıq mən ölümümü qəbul eləmişdim. Mənə dedilər ki, sən ki, belə dirənirsən, bizim başqa vasitəmiz də var. Bir haşiyə çıxım deyim ki, mən orada bayılanında gördüm, əməkdaşlardan kimsə çıxıb, kiməsə deyib, Rüfət Səfərov həmin vaxt o məlumatı ictimailəşdirir ki, Fuad Qəhrəmanlı ölübdür. Çünki məni öldü bildilər. Mən elə zərbə vurdu, mən tamam bayıldım. Mən də yaymışdım o xəbəri. Bəli, siz də yaymışsınız. Hətta Avropa Şurasından o Steyn kim idi? Avropa Şurası, o da münasibət. Steyn bilmirəm yadımdan çıxır. Avropa Şurasının Alman deputatı var ya, Alman deputat var Alman Şurası. Avropa Şurası. Şennak.
Alman deyib Azərbaycanla bağlıdır. O da münasibət bildirmişdi. Yəni böyük haykü yaratmışdı. Sizin də kanalda olmuşlar getdi. Yəni məni öldürü bildilər. Sonra yəni sonra indi gəlim həmin məsələn həmin epizodda ki, dedilər ki, bir halda ki sən sözə baxmırsan, dediyimizi eləmirsən, sənin başqa cür məhv edəcək. Çağırdılar iki pəcəvənd, yəni belə idmançı görünüşlü adam. Səni zorlu yazıyıq. Yəni mən burada açıq dedim. Yəni bunlar eləyirəm ki, mən bunu qüruruma sığışdırmırdım aslında bunu açıq deməyi. Çünki mən hər zaman qürurumu gözlüyormuşam. İndi elə vəziyyətdir ki, bunu mən cəmiyyətə təqdim etməm ki, bunun arxası, pərdə arxası nədən ibarətdir. Hətta içəri girəndə biri şalvarını açıb cinsiyyət orqanını göstərdi. Bax, göstərə ki, səni zorlayacağıq. Sonra burada videoyu çəkilib qoyulacaq internetə. Özün də əlin heç yerə çatmayacaq, bir şey deyilməyəcək. İnternetdə yayılacaq və səni bilinməyəcək hansı şəraitdə belə təqdim olunacaq ki, sən kimlərsə bu şəkildə münasibətli olursan. Və sonra bu da sən həbsxanaya gedəndə, stroka da gedəndə orada göndəriləcək bunun şəkillərindən, hansısa formada çatdırılacaq dustaqları sən aparıb orada üzdən İraqların barakına salacaqlar və onlar kimi, yəni daha pisini orada yaşayasan, o aqibətləri yaşayasan, orada davamlı yaşayasan. Yəni mən kadetdə olunmuş şəkildə biraz deyirəm də, yəni bu tamam başqa jargon ifadələri, yəni siz də həbsxanada yatmışsınız, bilirsiniz ifadə olunur. Yəni belə bir artıq çox ağır bir, mən bilmirdim ki, o məhkəmə prosesi necə olacaq, biz test çıxacaq biraz. Yəni artıq mən gözə almışdım ki, ən ağır maddələri verdilər, dövlət çevrilişi, 14 ildən iş başlayırsa, bunun sonraki həbsxana aləti. O bir tərəfdən də iynələr mənə çox pis təsir göstərib ki, psixoloji olaraq çox belə, yəni artıq edirəm ki, özümə belə kontrolum da çətinləşir. Və gətirib, yəni mən üstümə girdim, mən dedim dayandım, dedim yaxşı, həll eləyərik. Belə gətirdilər, iri yazılmış, iri vərəqdə yazılmış, şirifdən yazılmış, mətni mənə göstərdilər ki, bunları deməlisən. Mən bir neçə dəfə onu oxudum və ki, deyə bilmək üçün. Çünki mənə dedilər ki, elə deyir ki, bunu öz sözün kimi çıxsın da. Və sonra yəni, aradan tutdular ki, mən yəni, sanki çaşıb edəsəm, yenə ora baxın. Yəni artıq mən istədim ki, özümdə deyiləm. İynənin təsiri də var idi, o psixoloji gərginlik, o atmosferə. Yəni, mənim üçün artıq sanki həyat bitmiş də, zaman durmuş da. Yəni, eynən tərtərdə törətdikləri o alçaqlığın bax, bir variantı orada mənim üzərimdə tətbiq olunur. Və mən həmin mətni başladım. Mən həmin mətni oxumağa başladım. Ondan sonra mənə sürüyə aparıb atdılar kameraya. Çünki özümü yerimə imkanım yoxdur. 2 nəfər girdi qoluma, elə sürüyə belə qolda apardılar, atdılar kameraya. Bir neçə gündən sonra müstəntiqlə gəldi yanıma dindirməyə. Müstəntiqə dedim ki, bəs məndən belə bir şey, mən zorla, bu cür təhqiramiz üsulla mənə danışdırdılar, mətni oxutdurdular. Mən məhkəmədə bunu inkar edəcəm və artıq mən yenə ifadə verməyəcəm. Yəni, o situasiya üçün idi, orada o vəziyyətdən artıq mənim çıxış yolum yox idi. Müstəntiq dedim, mən məruz edib sənə xəbər edəcəm. Bir neçə gündən sonra gəldi, dedi ki, o iş istintaq materiallarında olmayacaq, heç yerə çıxmayacaq, o heç məhkəməyə də getməyəcəkdir. Çünki mən verdim, yəni bizim dostlar da, benden bir yerdə olanlar da gördülər ki, vəkillər də şahid oldu ki, nə mən istintaq materiallarında, çünki tutulan adamların bir-birinə verildi ittiham haqqının oxunması, ifadələr. Nə orada olmadı, nə məhkəməyə gedən sənədlərin içərisində olmadı. Bunu deməli, bunlar fürsət biliblər ki, Fuad əlimizə düşmüşəm, bunu çəkək, bunu şantaj eləmək üçün. Müstəntiq bunu mənə belə dedi ki, sən, bax, ifadəni olduğu kimi deyirəm, sən çox bərk gedirsən, ipə sapa yatmırsan, yəni hərəni bir yerdə oturtmağın, öz yerində oturtmağın bir üsulu vardı. Birincisi, sən istədikləri vaxt məhv eləyərlər. Yəni, sən bunu bilə, bu yetər. Yəni, ondan da sonra, Qənimət bəy, mən artıq o qədər belə pis vəziyyətdə, bədəmdə işgəncə izləri və s. Vəkil məndən görüşmək istəyində Bəhruz Bayramov, vəkil bizim cəmiyyətimizin tanıdığı, Amerika səfirliyinin səhv eləməsində birinci katibi idi deyəcək. Onunla gəlmişlər Kürdəxanda məndən görüşməyə. Nə qədər təkid elədilərsə, görüşə imkan vermədilər. Niyə vermədilər? Çünki mən gördülər ki, məni göstərsələr, o səfirliyin ki, vahimiyyətdə insanı bu kökəlmiş salarlar. Çox üzr istəyirəm. Mən bir həftə, Qənimət bəy, qanla getmişəm çölə. Yəni, bu vəziyyətdə olmuşam. Və çox təkid eləsələr də məni onlara göstərmədilər. Və sonra da, yəni bir müddət artıq mən özümə gələndən sonra, sağlamdan, biraz reabilitasiya olunandan sonra, deməli, Bəhruz Bayramovla mənim görüşümü necə təşkil edərdilər? Haradasa Bəhruz bəy o gün danışdıq, özü o daha dəqiq xatırlayır. Deyir, 20 saniyə çəkdi. Mən sahada baxdım, 20 saniyə ya 22 saniyə. Belə çəkdi.
Elnur Küləxanının rəisi, Elnur gəldi durdu yanımıza ki, mən çünki Saroçkanı mən açıq bədəndəki ləkələri göstərə Saroçkanı bağlamışdım və bura qədər belə bağladılar. Hə. Ki, bədəndəki ləkələri, o qansız izlərini göstərə bilməyim. Və orada çox epizodik, ani bir görüşümüz oldu və yəni bu alınan ifadə. Mən indi o tamaşaçıların nəzərinə çatdırıram ki, təkdə işgəncə nəticəsində alınmayıb. Bu, məni zorlamaqla və həbsxanada da bu göndərmə, bunu internetdə yaymaq və bunu özə bunların alçaqlığını siz görürsünüz ki, bax necə faktları təhrif edirlər və bunu sonra hətta eləməyəcəklər ki, Fuadi işgəncə nəticəsində olublar ki, həm iynəni vurub məni biraz müqavimət imkanımı aşağı salırlar və bu murdar epizodu da sonra güya ki, mənim kimləsə münasibətimi gizli çəkilişi kimi təqdim edəcəklər. Və mən də həbsxanada bunu təsdiq etmə imkanım yox. Yəni, bu qədər alçaqlığa gedib və burada mən başqa artıq əlimdə vasitə qalmadı və mən düşündüm ki, sonra artıq bunu məhkəmədə onsuz da təşkil edirəm. Sonra da bu gündəmə gəlmədi və mən bildirdim ki, mənə işgəncə verilib. Çünki o çıxmışdı, artıq yayılmışdı mən sizdə. Ancaq məsələnin bu tərəfini öz qüruruma sığışdırmadım. O barədə danışmadım və ancaq eyni qaydada Qənimət bəy öz üzərində hansısa öhdəlik və ya da şantaj təhdidini qəbul eləmədim ki, çıxandan sonra bir qədər danışıma korrekt edeyim və ya da hansısa məsələlərin üstündən keçib İlham Əliyevin digərləri kimi adını çəkmədən müxalifətçilik edim. Əvvəlki mövqeyimdə necə fəaliyyət göstərmişdimsə, elə də mübarizəmi davam elətdirdim və düşündüm ki, nə zaman bunu deyəcəklər, mənə bununla bağlı üstümə gəlmək istəyəcəklər, mən o zaman da açıq danışacağım, cəmiyyətlə açıq danışacağım. Necə ki, indi danışdılar, gətirdilər, çartdılar ortaya, mən bu şəkildə açıq ifadə elədim. Yəni, bundan sonra indi buyursun cəmiyyətimiz seçsin və yox ağılları ilə qiymətləndirsinlər ki, bu ləyaqətsizlikdən sonra cəmiyyət onlara nifrət edəcək, yoxsa Fuadi etimadını edəcək. Yəni, bu qədər şərəfsizlik, tərtərdə törətdikləri bu qədər alçaqlıqdan sonra gəlib bir siyasətçiyə qarşı mən Rainbow Day-dən xüsusi təyinat verim ki, mənə o şəkildə işgəncələr tətbiq olunur. Və hətta mən onu qəbul eləmişdim belə. Ancaq da o qədər ağır təhqirin üstünə gətirəndə mən düşündüm ki, bunun çıxış yolu odur ki, sonra məhkəmədən imtəhənməni ki, vəziyyət izah eləməni. O da dediyim kimi, bu günə biz açıq haqqında danışmaq olur. Yəni, məsələ təqribən belənçi olubdur və dəyərli tamaşaçılarımız da, məni indi sizin kanalın tamaşaçıları tanıyır, digərləri də tanıyır və hər zaman görüblər ki, mən bu mübarizənin önündə olan adamlardan olmuşam və mənə başqaları ki, hakimiyyətin təqdim elədiyi hansı imtiyazlardan, güzəştlərdən yararlanıb yolunu dəyişib, bu avtobusa miniblər, prinsipal mövqelərdən vaz keçiblər. Mənim qazandığım bu yolda həbsxanalardan başqa heç nə olmuyor. Qənimət bəy, məni yaxşı tanıyan, Natiq bəy, yaxşı tanıyan dostlarımsınız və bilirsiniz ki, bu yolda həbsxanalardan başqa, xəstəliklərdən başqa mənim bir qazancım olmayıb. Yaxşı, mən belə deyək də, nəyin müqabilində, indi bunu aparıb Ramiz Mehdiyev işinə bağlamaq istəyirlər ki, mən nəyin müqabilində Ramiz Mehdiyevdən ki, o təmasa girməliydim. Bir halda ki, mənim ki, qazancım yox, pulum yox, imkanlarım yox. Ramiz Mehdiyev məyər bir mürşid idi ki, mən gedim ondan ki, hansı ideya alıb, ilham alıb. Bu adam korrupsiyonerdə pulla, hər şey pulla, maddiyatçı adamdır, pulla həll edir. Mən Ramiz Mehdiyevlə mənim təmasım olsaydı, bu mənim həyat şərtlərimi dəyişərdi. Yazıq Məmməd İbrahimin təması olsaydı, Məmməd İbrahimin kirayədə niyə qalır? Neçə illərdə evini tikib qutara bilmir, yarımçıq bir evi vardı. Yəni, bu qədər gülüncdür və işgəncə ilə alınmış və sonra da bu üzə çıxır ki, bu hansı ləyaqətsizliklə alınmış. Bu ifadəni də indi gəlib Göbüşə dəlil kimi təqdim edirlər. Aydındır ki, yaxşı, o zaman indi sual yaranır. Yenə də sual yaranır, Qənimət bəy. Bunların o qədər bu məsələ diletantdırlar ki, yaxşı, Fuad o zaman belə ifadə vermişdi, o zaman Əl-Kərimdə niyə ittiham eləmədilər? Yaxşı, o zaman Əl-Kərimin məsuliyyətini qoyardınız. Niyə 5 il bunu saxlamışsınız? Əgər doğrudan da burada dediyiniz gerçək tərkib olacaq, onda Fuad hələ ölkədədir, onda Əl-Kərimin ittiham edəcək. Deməli, burada söhbət ondan gedir ki, Əl-Kərimliyə qarşı bunlar görürlər ki, heç nə edə bilmirlər, heç bir dəlilləri yoxdur. Sadəcə o əllərində olan, şantaj üçün yığdıqları, əllərindən düşəndə fürsətdən topladıqları oradan buradan küçə bucaqdan çəkilir. Fuad kimdən pul Fuad əcəb edib pul aldı. Sizə qarşı mübarizə aparmaq üçün Fuad yaşamalıydı. Onu da dostu, tanışı, ona rəğbət olan adamlar yardım edib, onu normal onu qəbul eləmək. Burada mən aid bir şey görməm. Çünki sizdən pul alıb, sizin qarşınızda susqun davranmamışam ki, sizə tərif deməmişəm ki, digərləri kimi. Almışam, daha çox sizə qarşı mübarizə aparmışam. İndi ona görə də əllərində olan bu mənasız, çiftlənmiş ki, öz aləmlərində dırnaq arası argumentlərdən nəsə bir işdüzlük qoşmağa çalışırlar. Və bəlli olur ki, bu əslində Əl-Kəriminin bəraətidir ki, Əl-Kərimə bunlar deyəcək bir söz yox. Ortaya qoyacaq bir dəlillər. Mən bayaq dedim, bu pul məsələsinə qayıdacağım. DTX-nın bu son roliklərində yayılan bir siyahı var.
bir sıra özlərinin nəzarətində olan jurnalistlərə, media quruluşlarına verib paylaşırlar. Mən indi onu belə bir siyahı dəyərli izləyicilər, pul siyahısı güya mən gördüm bunu. Bunun güya bunu belə təqdim eləyirlər ki, burada Ramiz mən ən çox Mehdiyevin Eltacın adını görəndən sonra bəy, mən fikirləşdim ki, danışıram. yəqin Mən səsim gəlir. sən səsin gəlmir Qənimət bəy, eşidə bilmirsən. Fuadın səsi gəlir. Nəysə, Fuad, onda sən eşidirsən Qənimət bəy? sakitdir. Qənimət bəy işdir. Onda sakitdir. Bu nə siyahıdır dəyərli izləyicilər? Natiq bəy deyəsən, gah Fuadı eşidir, gah mən eşidir. Növbəli qaydada. 2018-ci ildə Salih Rüstəmli də yadınızdadır, dövlət çevrilişi üçün pul, plan, nə bilim, maliyyə hövzəsi kimi tutulmuşdu. Bax, bu siyahı Salih Rüstəmlinin cinayət işində olan pul siyahısıdır. O vaxtda düzüb qoşmuşdular Rusiyadan göndərilən pullar, filanlar. Yəni Rusiyada işləyən Mən heç nə eşitdim. Ebi yoxdur, bir dəqiqə. Ortadan aşağı səviyyədə pul göndərmə imkanı olan adamlar, əslində bunların əksəriyyəti Azərbaycanda siyasi dustaqlar üçün, siyasi dustaqlar üçün göndərilən vəsaitlərdir. İndi bunu çıxardıblar, güya təzədən bu siyahını artıq formalaşdırıblar Ramiz Mehdiyevin adına ki, Ramiz Mehdiyev göndərib bunları. Yəni, argumentsizliyin, əbləhliyin, inzibati əbləhliyin çox parlaq nümunələrindən biri kimi mən istədim ki, bunu danışam. Fuad bəy, Natiq bəy sizi eşidirsiniz, ona sözü pervod eləyin, danışsın hər halda. Yox, mən eşitdim, ikinizi də eşidə bildim artıq. Böyük irəliləyişdir. Böyük irəliləyişdir. Sadəcə başa düşürəm. Qənimət bəy, bu siyahı Salih Rüstəmli məsələsində olan siyahıydı, elədirmi? Eyni ilə, bəli. Salih Rüstəmli. Eltacın adı mən dünən efirdə müzakirə elədim bu mövzunu. Eltacın adını orada gördüm. Oradan elə ağlıma gəldi ki, bu köhnə işi 2019-un işində gətirib təzədən 2018-ci ildə Salih bəy tutulub. 2018-ci ilin may ayının. May ayıydı, bəli, may ayıydı. May ayının 12-si. Yeri gəlmişkən, hörmət tamaşaçılar, orada da o banda dildə bizim Salih bəyə, Aqil Məhərrəmliyə, Salih bəy də ölümcül işgəncələrlə. Babək Həsənliyə ölümcül işgəncə vermişlər, elektrikə qoşmaq. Hətta bizim Qazi artıq mərhum qardaşımız Babək Həsənliyə o qədər işgəncə vermişdilər. Babək deyirdi ki, işgəncə verində dedim ki, qardaş, mənim qardaşdır, alçaq. Falan yerin belində idi. Kürəyində yara yeri var. Heç olmuyor ora vurma. Məhz ondan sonra ora vurmağa başladılar. Və o zaman da Salih Rüstəmlidən analoji Əli Kərimli əleyhinə bir video çəkmişlər, öz iradəsinin əleyhinə. Bu günlərdə onu da yayırdılar. Artıq bu iş üzrə məhkəmə olub, hökm verilib. Hətta bunların qondarma məhkəmələri Əli Kərimli nə Salih Rüstəmlinin işini necə təqdim edirdilər, Rusiyadan pul alır, maliyyələşdirir, dövlət çevrilişi. Orada da məhkəmə nə istintaqda, nə məhkəmə hökmündə Əli Kərimlinin məsələsi olmadı. Qarabağ məsələsində də, Qarabağ aksiyası məsələsində də bir 70 cəbhəsi həbs olunmuşdu, hörmət tamaşaçılar. Onların böyük əksəriyyətin inzibati formada cəzalandırırlar. 17 nəfər mühakimə oldu. Fuad Qəhrəmanı daxil olmaqla 4 nəfəri təşkilatçı kimi qoydular. 2 nəfər. Neçə? 2 nəfər. Məndən Məmməd İbrahim təşkilatçı idi. Bəxtiyar və Ayaz. Təşkilatçı deyildi. Onlar iştirakçısı idi. Təşkilatçı ikisidir və adamların rolunda. Yəni orada da məhkəmədə heç nə Əli Kərimli ilə bağlı, Əli Kərimlinin dövlət çevrilişi edilməsi ilə bağlı bircə cümlə belə yoxdur. Və bu adamların da hamısını elə bir müddətdən sonra hökumət dövlət çevrilişi edən adamları açıq elədi. Dəhşət bir humanizm. Nəyə diqqət çəkmək istəyirəm? Qənimət bəy, Sovet komissarlarının hansınınsa sözüdür. Düzü özüm oxumamışam. Ola bilər ki, şəhər əfsanəsidir, amma yerinə düşür. Deyilir ki, sübutların şahı ehtirafdır. Sübutların, məhkəmə istintaq sübutlarının şahı ehtirafdır.
Bu Sovet totalitar sistemləri üçün xarakterik yanaşmadır. Çünki deyirlər ki, adam özü etiraf elədisə, vəssalam, məsələ bağlandı. Adamı da gətirirlər, toka verirlər, işgəncə verirlər. Fuad bəyin dediyi kimi ağır formada təhqir, şantaj altında bir etiraf edici dırnaqarası ifadə alırlar. Bununla da heç nə ehtiyac yoxdur. Adam dedi, vəssalam. Məsələ bundan bağlandı. İndi Azərbaycan hakimiyyəti bu metodla gedir. Vışinski metodu da, Vışinski metodu. Vışinski ola bilər, hə, yadımdan çıxır. Amma çağdaş hüquq bu söhbəti qəbul eləmir. İnsanın verdiyi etiraflar sübutlarla, digər faktlarla təsdiqini tapmalıdır. Yəni çıxdı bir nəfər etiraf etdi, hətta zorakılıq olmadan deyir ki, mən etiraf ediciyəm, ifadə verirəm. Onun sözün əsas tutub, kimisə tutmaq, kimisə cərimlənmək olmaz. Onun dediyi məsələlərin maddi sübutları olmalıdır. Mən yada salmaq istəyirəm. Azərbaycan hakimiyyətinin yetişdirdiyi bir gangster var idi, Hacı Məmmədov. Tutub salmışlar onu MTN-ə, Eldar Mahmudov. İndi onun xeyli cinayətləri var idi. Obrazı da killer obrazı idi. Eldar Mahmudovun da kimdən xoşu gəlmirdi, Hacı Məmmədovu onun əleyhinə danışdırırdı. Hacı Məmmədov hətta bir dəfə çıxdı məhkəmədə, dedi ki, Elmar Hüseynovu mən öldürmüşəm. Mən öldürmüşəm. Çünki o zaman Fərhad var idi, nazir. Fərhadı da həbsə atmışdılar, onun işini ağırlaşdırmaq istəyirdilər. Elmar Hüseynovun ölümü ilə bağlı da Azərbaycan hakimiyyətinin üstünə çox gəlinirdi. Eldar Mahmudov da Fərhadı tutanlardan da əsası elə Eldar Mahmudov idi. Fərhadı daha da zənn altında buraxmaqdan ötürü o ifadəni verdirdilər Hacı Məmmədova ki, mən Fərhad Əliyevin sifarişi ilə bizim jurnalistimizi öldürmüşük. Amma nə olsun, deyir. Amma ortada bir fakt yoxdursa, onu təsdiqləyəcək sübutlar yoxdursa, 1000 dənə etiraf edici ifadə olsun. İndi bunu Fuad bəyin dediyi məsələyə ilə əlaqələndirmək istəyirəm ki, birincisi o ifadələr zorakılığın məhsulu olduğunu adi adam da bilir. İkincisi, Azərbaycan hakimiyyəti özün orada çıxılmaz vəziyyətə qoyur ki, yaxşı, Fuadın dediyi kimi dövlət çevrilişi var idisə, planı var idisə, proqramı var idisə, etiraf edici ifadə varsa, niyə görə bu məsələnin üstünə gedilməyib, araşdırılmayıb, sxemlər müəyyən olunmayıb, qruplar harda yaranıb, silahlar hardaymış, pullar hardaymış. Hamısı cəfəngiyatdır, hamısı dediyim kimi Qənimət bəy, əhalinin diqqətini yayındırmaq, eyni zamanda bunların hesabat verdiyi mərkəzlər var, onlar qarşısında vaxt tutmaqda. Amma dünən efrimdə də dedim, hətta bunlar dünyanın 9-cu möcüzəsini yaradıb, Əli Kərimlinin cinayətkar olduğunu sübut eləsələr belə, bu Azərbaycanda ictimai rəydə Əliyev rejiminə qarşı nifrəti aradan qaldıra bilməyəcək. Çünki hamı bilir və bir daha dərk eləyəcək ki, maaşların aşağı olması, işsizliyin zirvəyə qalxması, pensiyaların kifayət qədər olmaması, qazilərə 80 manat verilməsi, uşaq pulunun olmaması, Əli Kərimlinin Rusiyaya, İrana, Turana işləməməsi ilə bağlı deyil. Əli Kərimli deyil insanları boş yerə, əsassız yerə, günü-gündən cərmələyən, kreditlə onları boğan, saxta seçkiləri keçirdən, rüşvəti çiçəkləndirən, bunların heç birinin nə Əli Kərimlinin, nə Məmmədin, nə digər siyasi məhbuslarının səlahiyyəti ilə, əlaqəsi ilə bağlı məsələ deyil. Yəni, Əli Kərimli, digər o həbs olunan bizim müxalifətçilər, jurnalistlər, hamısı bir mənalı sübut olsa da ki, bunlar agentdilər, Azərbaycanı sevməyəndilər, hətta o belə İlham Əliyevin bu zülm siyasətini pərdələyə bilməyəcək. Azərbaycanda ağır ictimai siyasi vəziyyət var. Azərbaycan hökuməti də öz üzərindən, İlham Əliyev də öz üzərindən diqqəti yayındırmaqdan ötürü möhtazdır belə tamaşaçılara. Gah hansısa icra başçısının bütün korrupsiya bulaşmış sistemdə bir dənə salamat adam tapmaq mümkün deyil, amma o gedir icra başçıların xalqın qarşısında elə bir qurbanlıq quzu kimi kəsir, bir şou yaradır, müxalifətlə dövlət çevrilişi ki, insanlar
o gərgin ictimai, siyasi vəziyyətdən kənar mövzulara uzaqlaşsın və yaxud da desin ki, ay aman, mən daha ağır şeylər var. Bu acdığımız, dicdiyimiz biraz hələ qıraqda qalsın, görək nə olur. Amma bu müvəqqəti məsələdir. Adamları bir yerə qədər bu şoularla, nə bilim, tamaşalarla allatmaq olar. İndi siz məndən biraz yaşlısınız, daha yaxşı xatırlayacaqsınız. Mənim yadımdadır ki, xalq hərəkatının o qızğın vaxtında Sovet televiziyaları ənənəsinə xilaf gedərək az qala hər gün Hind filmləri verirdi. O vaxt YouTube zad yox idi, hörmətli tamaşaçılar. Video kasetlər də yox idi. Adamların möhtac olduğu bir dənə televiziya idi və o zaman Hind filmləri çox populyar idi. Adamlar çox istəyirdi. Məsələn, ayda bir dəfə Hind filmi verərdilər, amma adamları o ictimai çayxanalardan, müzakirə meydanlarından, mitinglərdən yayındırmaqdan ötürü Sovet televiziyaları hər gün səhər axşam Hind filmləri verirdi. Bax, indi MTN İlham Əliyev milli Hind filmlərin kitayski formada çəkib bizə təqdim etməklə məşğuldur. Amma əbəsdir. Təbii. Baxın, bu səfeh müzakirələr ki, DTK ortalığa atıb, bir məsələnin üzərində bizim hamımızı düşünməyə məcbur eləyir. Bizim hamımızı deyirkən, mən bütün Azərbaycanlıları nəzərdə tuturam. Azərbaycanda ümumiyyətlə hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr, söhbətlər, təşkilatlanmalar, konkret fəaliyyətlər, bütün bunlar cinayətdir, yoxsa cinayət deyil. Biz sanki dönə-dönə o faktın qarşısına çıxarılırıq ki, özü də onların aləmində tərk-silah olunmuş qaydada çıxarılırıq ki, hakimiyyət dəyişikliyi ilə bağlı hər hansı müzakirə dövlət çevrilişinə cəhd deməkdir. Niyə Azərbaycanda hakimiyyət dəyişikliyi və onun zəruriliyi barədə söhbətlər özdə çox ciddi niyyətlər şəklində ictimai müzakirələrin predmeti olmamalıdır? Yəni, bu hansı məntiqin, hansı xəstə təfəkkürün nəticəsidir? Fuad bəy, siz politoloqsuz. Kəlmət bəy, oradan başlayaq ki, bunların bütün bu tipli mövzularda ortaya atdıqları ittihamlar dövlətin konstitusiyon quruluşunun dəyişdirilməsi ilə başlayır. Yəni, Cinayət Məcəlləsində maddə belə gedir. Əvvəla Azərbaycanda dövlət çevrilişi olubdur və çevriliş eləyənlər hakimiyyətdədir. Dövlətin konstitusiyon quruluşunu dəyişiblər. Çünki biz respublika dövlət quruluşudur. Monarxiya çevriliblər. İlham Əliyev özü atasından prezidentliyi Ramiz Mehdiyevin saxtalaşdırması nəticəsində alıbdır və saxta seçki ilə. Sonra da öz həyat yoldaşını özünə vitse-prezident təyin edibdir və hakimiyyət bir ailənin əlində təmərküzləşdir. Faktik olaraq bir ailə tərəfindən, mütləqiyyət tərəfindən ölkə idarə olunur. Bizim dövlət quruluşumuz, konstitusiyon dövlət quruluşumuz dəyişdirilibdir. Söhbət burada dövlətin konstitusiyon quruluşunun bərpasından gedə bilər indiki halda. Və bu da hesab edirəm ki, bizim formal yazılan o konstitusiya ki var, onun bərpası istiqamətində olduğuna görə burada heç bir hüquqa zidd fəaliyyət yoxdur. Biz istəyirik ki, bu ölkədə respublika quruluşu olsun, parlament xalq tərəfindən seçilsin, icra hakimiyyəti, hakimiyyət qurumları arasında bölgü olsun, məhkəmə müstəqil olsun, icra hakimiyyəti parlamentə göstəriş verə bilməsin və s. Mən bunun nəzəri tərəflərinə çox girmək istəmirəm. Və bu yöndə də Azərbaycan xalqını hər zaman ona dəvət edirik, ona çağırırıq ki, siz gəlin daha aktiv olun siyasi baxımdan, sosial şəbəkələrdə daha aktiv olun, öz hüquqlarınızı, qəsb olunmuş hüquqlarınızı tələb edin. Çünki bu mütləqiyyət yanaşmasında belədir ki, orada vətəndaş, insana təbəki mi baxır, onun vəzifəsi var, hüququ yoxdur. Vətəndaşlıq institutunda isə insanın hüququ var, vəzifəsi ilə yanaşır, ondan daha üstün olan həm də hüququ, haqları vardır. Və qəsb olunmuş hüququnu, haqlarını ala bilməyən cəmiyyət də təbii ki, get-gedə bu mütləqiyyətin görməmişliyi ilə, onun tamahı ilə, onun korrupsiya siyasəti nəticəsində istismar olunmağa məhkumdur və biz Azərbaycan xalqını hər zaman bu prosesi dəyişməyə, öz iradəsini ortaya qoymağa çağırmışıq və hakimiyyəti də qorxudan, əndişələndirən budur ki, bizim çağırışlarımız onların bu ölkədə yaratdıqları monarxiya hakimiyyətini, korrupsiya piramidasını təhdid edir, onu təhlükə altına salır və çünki xalq aktiv olacağı təqdirdə, xalq gerçək ədalətli seçki tələb edəcəyi təqdirdə İlham Əliyev seçkini saxtalaşdırıb özünü şah elan edə bilməyəcək axı. Əgər xalq doğrudan da öz hüquqlarına sahib çıxacaqsa,
bu qədər qanunsuzluqlar, bu qədər israfçılıqlar, bu qədər korrupsiyanın hesabını soracaqlar axı bundan. Necə olur ki, Qarabağda sən gedirsən, deyirsən Natiq bəy o faktı səsləndirmişdə, şəhidlərin qanı üzərindən korrupsiya ilə məşğul olursan. Türkiyə 5 il ərzində 450 mindən yuxarı mənzil tikir, sən 7 min mənzil tikirsən bu 5 ilə. 19 milyard, 20 milyardda vəsait buna xərcləyirsən. Bunun hesabını vermək lazım gələcək. Bu yaxınlarda bir Türk iş adamı bildir ki, mən ölkəyə gələndə, Azərbaycana gələndə gətirirlər Leylanın şirkətin qoşdular, bu Bakı abadlığı qoşdular mənə ki, nə olacaq? Bundan belə bölməyəsində 70% onun da 30% də aşağıdaşlardan paylaşılacaq. Heç işlərin puluna çatmır. Adam gördüyü işin pulunu ala bilmir. Yəni bunlar dövləti, Qəmət bəy. Biz demokratiyadan danışmışıq həmişə. Bunlar hətta avtoritarizmlə, təkcə burada institusional avtoritarizmlə də söhbət getmir. İnanın ki, avtoritarizmdə belə dövlətin ərkanı deyilən bir şey var. Dövlət institutlarının funksionallığı deyilən bir şey var. Məsələn, Belaruslar avtoritarizmdə. Dövlət strukturları, dövlət institutları hüquqa uyğun olaraq bu daxili reqlamentlərə uyğun fəaliyyət göstərirlər. Bizdə isə mafiyokratiyadır, mafiyanın hakimiyyətidir. Burada bütün dövlət strukturları, bütün qanunlar, hamısı formal xarakter daşıyır. Hamısı mərkəzdən gələn göstəriş əsasında fəaliyyət göstərilir, göstəriş əsaslı, qanundan, qaydalardan üstündür və hər bir məmur da səlahiyyətləri çərçivəsində mütləq hakimiyyətə malikdir. Və bir imtiyazı təbəqə formalaşdırıblar. Kriminal bir çətə gəlib bir araya, özlərinin cəmiyyətinin Hindistanda o vaxt olduğu kimi kasta yaradıblar, bütün qanunların fövqündə qoyublar. Və qanunlar onlara məhdudlaşdırıcı normalar onlara şamil olunmur və ona görə istədikləri kimi, istədikləri formada hərəkət edirlər, istədiyinə işgəncə verirlər, istədiyi pulu büdcədən oğurlayırlar, istədikləri saxtakarlığı edirlər, heç bir buna görə də məsuliyyət daşımırlar. Sadəcə olaraq, necə ki, narkotiklə bağlı bunlar, o necə xalq arasında deyildi ki, quş qoymaq üçün özləri bu dövrüyə nəzarət edirlər, arada bir neçə nəfəri tuturlar, görüntü yaratmaq üçün ki, kimlərsə məsuliyyətə cəlb edərlər. Eyni qaydada da korrupsiya sistemi işləyir, mexanizm işləyir. Arada bir işlərin icra başını tuturlar ki, ölkədə korrupsiya ilə məşğul olan elə bunlarmış, bu bədbəxtləriymiş. Qoyurlar onların üzərinə getdi, bir il, 2 ildən sonra yenə bir korrupsiya tuturlar. Yəni bütün və görür ki, xalq görür ki, bunların bu korrupsiya nələrin yerini dəyişəndə də heç nə dəyişmir. Çünki sistem bu cür işləyir. Başdan İlham Əliyev oğurluya gəlir, aşağıdakılar da əvvəl daha çox oğurluya bilirlər. İndi hamısını paketə oturduqlar və mərkəzləşmiş qaydada korrupsiyadan pullar toplanır, piramidanın yuxarıda, orada da hərənin öz payını verirlər. Yəni bizim islahat dediyimiz, irəliyə doğru dəyişiklik dediyimiz yalnız bu istiqamətdə ki, bizdə artıq İlham Əliyev düşünmür ki, məsələn, Paşinyan Amerika ilə münasibətlərdə nüvə texnologiyası, süni intellekt üçün sərmayə cəlb edir, Ermənistan iqtisadiyyatı üçün 18 milyard vəsait cəlb edir. O nə düşünür? O düşünür ki, bu ölkənin bu xam mal iqtisadiyyatından, neft çıxarıb satmaqdan bu qədər pul gəlir. Bu pulu büdcəyə daxil edib bölüşdürəndə nazirlər arasında bunlar hər öz insaflarına qalırlar və yaxud da onlardan sadəcə haqqı istəyəndə bunlar çox uğurluyurlar, gətirib az verirlər. Yəni, xeyli vəsait ikiyə gedir. Düşünür ki, biz islahatı necə eləməliyik? Yəni, xalqla, güzəranı ilə bağlı, millətin taleyi ilə bağlı yox. Bu korrupsiyadan toplanan pullar daha az uğurlansın. Nə eləmək lazımdır? Maliyyə xəyanət anlayışı gəlibdir. Maliyyə xəyanəti ilə, yəni kimsə toplanan pullara xəyanət etməməli. Ona nə paketdə verilirsə, nəzərdə tutulubsa, o vəsait verilir. Yəni, qəpik nə qədər verilir ümumi fonda, oradan hər nazirə, icra başına lazım olan pul ayırdır. İndi onlar gözdən nə qırpırlarsa, hansı əlaqda nəyə çırpışdıra bilirlərsə, onu eləyirlər bu öz fəaliyyətdə. Ancaq sistemin bugün bizdə islahatı yalnız korrupsiya pullarının itkilərin daha az olması, onun bir əldə cəmləşməsi istiqamətində olubdur. Ona görə də, Qəmət bəy, belə bir hakimiyyətin xalqı olaraq biz özümüzə sual verməliyik. Nə qədər bunların hakimiyyəti altında yaşayır? Nə qədər bu zülmü, məruz qaldığımız haqsızlığı miras olaraq, bunlar miras olaraq hakimiyyəti bir-birlərini ötürürlər. Mülkiyyəti, varidatı bir-birini ötürürlər. Biz problemləri, mərhumiyyəti miras olaraq bir-birimizə ötürməliyik. Öz övladlarımızı ötürməliyik, ondan sonrakıları ötürməliyik. Nə qədər olmalıdır? Niyə bizim xalqımız, bax, məsələn, bu sualı öz qarşısına qoymalı ki, biz bunu dözməklə, başımızı aşağı salmaqla, axı biz buradan, bu problemlərdən, bu rejimin öz başına alınan qurtuluruq. Mütləq deyil ki, səni siyasi motivdən həbs eləsinlər. Sənin hər hansı qohumunu, özünü, yaxınını, polis idarəsində şərliyib həbs edirlərmi? Hansı böhtana məruz qalırsanmı? Və yaxud da məhkəmədə haqsız cəziyə məruz qalırsanmı? Bizneslə məşğul olunur, səndən rüşvət alınlarmı? İstədiyin kimi biznesini genişləndirə bilmirsən. Monopoliya sənin qabiliyyətini çərçivəyə salırmı, məhdudlaşdırırmı? Korrupsiya sənin hüquqlarını, haqlarını tapdırmı? Kimsə
soruşa bilər ki, məndən işləri yoxdur ki, səndən işləri yoxdur, benzinin qiymətini istədikləri kimi qaldırırlar. Kommunal qiymətləri heç bir izahat vermədən qaldırırlar. Nəqliyyatın qiymətini qaldırırlar. Səndən işlər necə olacaq? Sən də o vəsaitləri çatdıra bilmirsən, başlayırsan xəstələnməyə, fikir edirsən, stresə girirsən, ailənin də qarşısında başın aşağı olur ki, onun ehtiyaclarını ödəyə bilmirsən. Sonra nə olur? Xəstələnirsən. Xəstələndə nə olur? Gedirsən həkimə, sığorta sistemi yaratmaz. Yazılan dərmanı. Burada Fransada biz tutaq ki, sığorta ilə əhatə olmuşuq. Həm müayinə dövlət hesabladır, həm də aldığımız dərmanlar dövlət hesabladır. Həkim dərman yazıb, gedirsən İlham Əliyevin monopolist farmasi şirkətlərindən dərman alırsan. Dəyərindən 5 dəfə, 6 dəfə. Yəni mətbuat sosial şəbəkələrdə yayılır ki, 5-6 dəfə baha qiymətə satılır. Bax onu da orada dərmanını orada çatdıra bilirsən. Sonra başını qoyursan yerə, dünyanı dəyişirsən. Hətta xəstələnirsən, sağlamlığını itirsən, iş qabiliyyətini itirsən və ailən tamamilə çətin vəziyyətə düşür. Yəni demokratiyanın, Qənimət bəy, demokratiyanın mənim ixtisasım olduğuna görə bunu xüsusi olaraq deyirəm ki, tamaşaçılarımıza. Əlifbalardan biri bilirsiniz nədir dəyərli tamaşaçılar? Demokratiya nə vaxt zərurətə çevrilir? Vətəndaş qəbul olunan ümumi qərarlarına öz şəxsi marağı arasında, yəni öz soyuducusu arasında, öz cibi arasında əlaqəni görə bilir. O əlaqəni görə bilməyəndə, necə ki, insanın sinir sistemi ilə əli arasında bağ etsə, əlini hərəkət elətdirə bilməzsə, tərpədə bilməz. İnsan da qəbul olunan, dövlətin qəbul elədiyi, onun necə işləməsinin, onun həyatına təsirini görməzdən gələndə, qiymətləndirənməyəndə, bunu öz şanssızlığı sayanda, pis yaşayışını, üzləşdiyi problemləri, özünün qabağına çıxan onun pis aqibəti hesab edəndə, bu bağlantını görə bilmədə və bu problemlərdən danışan bizlərə də eşidəndə ki, bu ancaq siyasətçilərin mövzularıdır, siyasətçilər danışmalıdır, onların işini deyəndə, onda həmin o sinir sistemi misalında olmuş kimi rabitə bitir və orqanizm iflic vəziyyətdə. Çünki vətəndaş get-gedə nə olur? Daha çox problemlə yüklənir, daha çox əziyyət çəkməli olur. Bizim dediyimiz olur ki, mənim əziz vətəndaşlarımız, dəyərli tamaşaçılarımız, siz başa düşməlisiniz ki, bu ölkədə siz ona görə kasıbsınız ki, ona görə hüquqlarınız pozulur ki, ona görə qorxa-qorxa yaşayırsınız ki, indi kimsə şərcəyə bilər, hansısa problem düşsə, rüşvət verib onu həll eləməliyik və yaxud da xəstələri ona görə qarşılaya bilmirik. Bu problemlərin əlində ona görə əsir yersiz qalmışsınız ki, seçki azad ədalətlidir. Seçilən hakimiyyət sizin qarşınızda hesabat verir. Bax, buradan başlayır. Ona görə ki, müstəqil media yoxdur ki, bugün sizin üzləşdiyiniz problemləri ölkənin daxilində işıqlandırsın və hakimiyyətdən bunun hesabını sorsun. Müstəqil seçdiyiniz millət vəkilləri yoxdur ki, gedib hökumətin yaxasından tutub, niyə bu cür yaratmaz siyasət həyata keçirdikləri, niyə korrupsiya ilə sizin haqqınızı dediklərini onlardan tələb etsinlər. Təbii, faktiki olaraq Azərbaycanda dövlət çevrilişi hər mərhələlərdə baş verir və hakimiyyət bir qrup cüvəllağı şəxs tərəfindən qəsb edilibsə, bu artıq elə dövlət çevrilişi prosesinin başa çatması deməkdir və dövləti Azərbaycanda bərqərar etməkdir. Buyurun, Natiq bəy, hər halda deyiləcək bir sözlərimiz var. Qənimət bəy, Fuad bəyin analizinə tamamilə qatılaram və şeytan prokurorluğun qulağına xəbər aparmasın. Mən demək istəyirəm ki, Azərbaycanda idarə etmə elə haldadır ki, ən belə mənasız, dəyərsiz adam belə sabah gəlib dövlət çevrilişi eləsə, silahlı silahsız, o alqışlanacaq. Çünki adamlar çevriləndə, dövlət çevriləndə bundan daha pis nə olacaq, onu təsəvvür edə bilmirlər ki, nə pis olacaq da. Bax, Azərbaycan əhalisinin rəsmi statistikaya əsaslana da bilərik, ətrafımıza da baxa bilərik. 3 milyona yaxın işsiz gücsüzdür, yəni minimal həddə onun gəliri var. Rəsmi statistikaya əsasən Qafqazda banklara ən çox borcu olan Azərbaycandır. Biz keçən proqramda danışmışıq, Qənimət bəy. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi bizdə nəsillər arası, ailələr arası münasibət yaxşıdır. Ona görə Azərbaycanlılar yükün bir-birinin üzərinə qoyur. Yəni, Azərbaycanlıların bir-birinə olan borcu da banklara olan borcundan heç də az deyil. Azərbaycan neft-qaz ölkəsidir, amma Azərbaycan insanı qışda kalkulyatoru gözünün qabağına qoyub 5 dəfədə dəqiqləşdirir ki, görək qaz limitimizi keçdik, keçmədik, necə eləyək, işıq limitini keçməyək. Belə bir şəraitdə dövləti idarə edən şəxslər bir ovuc cüvallağı sizin ifadə ilə desək, olub dünya milyarderləri, kəskin təbəqələşmə var. Mən düşünmürəm ki, Qənimət bəy, bunu Azərbaycan xalqı görmür. Mən adamlar
daim sadəlöv adamlar olacaq, yaltaqlar olacaq, amma əhalimizə o baxımdan inanıram ki, Azərbaycanlılar haqq hesabın biləndir. Xüsusən bu pul çoxoyoğlu şeydir. Adamlar deyir, dədələrin öldüyün bağışlaya bilir, amma pulların əlindən aldığını bağışlaya bilmir. Azərbaycan xalqı görmür ki, məsələn, İlham Əliyevin indi bu axır vaxtlar blogerlər daha yaradıcı yanaşır, onun ailə üzvlərinin paltarını göstərirlər, yəni paltarların qiymətini göstərirlər. Ən qanmaz adam görür ki, qardaş, məsələn, bunun ailə üzvlərinin hər dəfə qardirobları onun nəsil nəzabətinin illik gəlirindən çoxdur. Özü hər gün dəyişirlər. Hər gündə tədbirlər. Hər bazda bir dəfə, hər şey gündə bir neçə dəfə dəyişirlər. Corab kimi hər gün yenisi təzəsini geyinirlər. Və biz Azərbaycan xalqı onu da bilir ki, bu sistemin qurucusu Heydər Əliyev gələndə nə qədər göz yaşları tökdü. Gözünün o yaş ifraz edən vəzsi də quruyurdu zavallının ki, deyirdi, mənim bir kostyumum var, yatmağa evim yoxdur, heç bir qəpiyim yoxdur. Belə bir şəraitdə heç bir biznesmen olmayan halda milyarderə çevirib. Qısaltmaq istəyirəm sözümü. Mən əminəm ki, Azərbaycan xalqı bu uğurluğu görür, səbəbkarı da görür. O, prezidentin bu məsələlərdən xəbəri yoxdur, o hamısı şişirmədi. Azərbaycanda sadəcə total bir qorxu mühiti var. İnsanlar təkcə o fiziki Fuad qəhrəmanı kimi fiziki dəyənəyin altında, işgəncənin altında deyil. Həm də o qorxu mühiti elə o dəyənək qədər, o elektrik qədər adamların beyninə hopub ki, danışaram, at çəkərəm, mənə apararlar, neyniyərlər. Amma bu mühit heç vaxt əbədi olmur. O qorxu mühiti bəzən elə mənasız bir şeydən sınır, bir anın içərisindən. Kütlənin gözü elə dönür ki, onda nə Əli Nağıyevin serialları dada çatır, nə Vilayət Eyvazovun polisləri, nə də İlham Əliyevin dəmir yolluğu. Azərbaycan xalqına yarım əsrdir bu tayfa zülüm eləyir. Hətta o tayfa, nə bilim, o səxavətli Minbir Gecə nağıllarında bir səxavətli şah olurdu, süfrə açan. Elə bir şah kimi də olsaydı, 50 il psixoloji olaraq insanları yorur. Adamlar beziblər. Bunun monoton siyasətindən, xalqla belə üzvü bağlılığı olmamağından təngə gəliblər və hər gün də harınlığın həddin görürlər, dərk eləyirlər. Burada indi bizim üzərimizə də, siyasətçilərin üzərinə də böyük vəzifələr düşür. Bizdən də çünki belə çıxışlar eləyəndən sonra deyirlər, yaxşı bir çıxış şoru göstərmədi. Mən göstərirəm. Əslində bütün siyasətçilər göstərir. Sadəcə adamlar sadə resept istəyirlər ki, indi dəb düşüb. Adam ağır bir onkoloji xəstəliyə düçar olur. Deyirlər ki, ged nə bilim zəfəranla zəncəflə qarışdırıb sağalacaqsan. Siyasətə də belə yanaşırlar. Amma mən deyəsən bir dənə düstur tapmışam. Qənimət bəy, keçən proqramlarda dedim, bunu dəfələrlə təkrarlamaqda fayda var. Bir Azərbaycanlı tiktoker var, hər gün yayım açır, hər gün. 15, 17, 18, 20 min adam ona baxır. Nədir? Proqramın məqsədi budur ki, o adamın yayımlarına Azərbaycanlılar boşulur, qırğın gedir efirə qoşulmaqdan ötürü və deyirlər ki, yaşaya bilmirik, ölürük, dərman almaq lazım. Yəni 15-17 min yaşaya bilmədiyini demək istəyən olur. Və hər gün Qənimət bəy, həftədə bir dəfə, 2 dəfə eləmir, hər gün bu adam edir, 2 saat boyunca insanlar mələşir. Evin göstərən kimi, bax, qaz çəkim, bu qədər borcum, dərman ala bilmirəm, uşağım əskərlikdədir, ona corab göndərməliyim. Tamam, bunun bir tərəfi xeyir, xaxlıq, əl tutanlıq. Amma mən deyirəm ki, əziz Azərbaycanlılar, 15 min, 17 min adam hər gün buradan bir-birinə ağız açıb kömək istəmək yerinə, abırını su istifadəyə məruz qoyub, riskə məruz qoyub, kiməsə ağız açmaq yerinə, özdə orada milyonlar, milyardlar, 100 minlər də yığılmır. Qənimət bəy, 200 manat, 300 manat, 1000 manat yığılır. Kartın qoyur o adam kömək istəyənlər. Ramiz Mehdiyevdə pul göndərmir. İndi mən müqayisəni gətirirəm, Qənimət bəy, Milli Şuranın 19 yanvar mitinginə. Deyirəm, ora 20 min adam çıxdı maksimum. 20 min. 2 saat şuar səsləndirildi. İlham Əliyev getdi 4,5 milyard sosial yardım elədi cəmiyyətin xeyrinə.
O 15 min adam TikTokda bir-birindən pul istəmək, yumşaq deyirəm, yerinə 15 min adam tutaq ki, bax bu verilişə qoşulsun, Qənimət Zahidin verilişinə, nə bilim Fuadın müsahibəsinə, Natiqin, bizdən də zəhlələri gedirsə, xalqın içindən bir dənə oğlan çıxsın, bir dənə xanım çıxsın, hər gün yayım atsın və cəmaət də girib oraya yazsın ki, 15 min, 18 min ki, pensiyaları artırın, uşaq pulları verin. Hansısa bir məsələn Əli Kərimin çıxışının altında 17 min adam bunu yazsa, qoşulsa eyni anda, həftələrlə, günlərlə bu davam eləsə, Azərbaycan hökumətinin gönlünün qəlinliyinə mən şübhə eləmirəm, amma o gönü də dərib keçəcək bir fakt olar. Sabahları bizim çağırışlarımız olacaq. İndi bu gündəm dəyişəcək də. Biz yenə də mitinqlər çağırış eləyəcəyik. Yenə də çağırış eləyəcəyik ki, müxalif xalq cəbhəsinin sıralarına gəlin qoşulun. Biz vaxtda şu anketləri paylaşırıq. 17 min, 18 min adam polislə üz-üzə gəlməyib, nə bilim, Dubinke ilə üz-üzə gəlməyib. Birdən oraya yazsa ki, mən də qoşuluram, mən də 18 min, 20 min, 30 min, 100 min adam, onda hökumət də təpərin hesabını götürmüş ola bilər. Yəni, yollar var, çarələr var. Sadəcə bura gətirmək istəyirəm ki, risk almalıyıq, cəsarət göstərməliyik. Qədim bir elçilərimizdə deyirik ki, çörək-çörəkdir, onu da udmaq üçün diş işləməlidir. Dişləməliyik onu. Yəni, risk almadan, müəyyən bir fədakarlığa getmədən, canımızla, pulumuzla, intellektimizlə bu ağır işin altına əlimizi qoymamaqla biz bu müsibətlə çox yaşamalı olarıq. Hətta faktik olaraq elə durum yaradıblar ki, ölkədə dilənməyi özünə rəva görən adamların sayı cəsarətli insanların sayını qat-qat üstələyir. Bu çox ağır, fəlakətli durumda açığı. Yəni sədəqəni, dilənçiliyi özünə... Halbuki haqqıdır da Qənimət bəy, haqqıdır ki, dövlətdən tələb edib o canlı yayımda qazanmaq deməyim, əldə elədiyi pulun stabil formasını əldə eləyə bilər və yaxud da özü üçün biznes mühiti tələb eləyə bilər. Çünki bu dövlətin resursları var, bizim də haqqımızdır ki, onlardan Azərbaycan insanları da bəhrələnsin. Amma yüngülə qaçırıq da, ora diqqət çəkmək istəyirəm ki, asan heç nə yoxdur dünyada. Bütün mütərəqqi, həyatda zövqün aldığımız bu ixtiralara baxın, onun hamısının arxasında zəka dayanıb, əmək dayanıb, fəaliyyət dayanıb, cəsarət dayanıb. Belə bir şey olmur. O ancaq nağılların sonunda olurdu ki, boş yerə üç alma tükürdü. Belə məsələ olmur. Müəyyən bir risklər almalıyıq, fədakarlıq eləməliyik. Azərbaycanın bu yırtıcı rejimi ilə mübarizə üçün hərə öz çapında nəsə eləməlidir ki, bu ölkə bir günə çıxsın. Bəli, təşəkkürlər bəylər və dəyərli izləyicilər. Azərbaycanda hakimiyyət dəyişikliyi, istəyir bunun adını dövlət çevrilişi qoysunlar, istəyir başqa şey qoysunlar, müzakirələri hər bir Azərbaycanlının boyun borcudur, hər bir Azərbaycanlı üçün zəruri və vacib mövzudur. Bu DTX-nın, MTX-nın, Əliyevin trollarının, zirzibil təbliğatçılarının danışdıqları hədyanlara qətiyyən fikir verməyin. Hakimiyyət dəyişməlidir və dəyişəcək. Bəli, hakimiyyət dəyişməlidir və dəyişəcək. Bu verilişdən sonra Natiqi də bizim çıxamıza qoşacaqlar. Mənim elə çalışmaq istədiyim odur, çalışdığım. Mən istəmirəm. Artıq çağırış elədim. Peki. Təşəkkürlər bəylər, çox sağ olun, çox maraqlı söhbət üçün. Dəyərli izləyicilər, lütfən bizdən ayrılmadan öncə yayını bəyənin, paylaşın və abunə olun Azərbaycan Saatı YouTube kanalına və Natiq Adilov YouTube kanalına. Sağ olun.